Paytaxtda nəqliyyat probleminin həlli istiqamətində yeni texnologiya, ağıllı işıqforlar tətbiq olunub. Bu işıqforlar şəhərin küçə və prospektlərində nəqliyyat axınının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməyə yönəlib. Ümumiyyətlə, bu barədə istərdim daha ətraflı məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov məlumat versin. Ömər bəy, hər vaxtınız xeyir olsun. Bu işıqforların, ağıllı işıqforların, ənənəvi işıqforlardan fərqi nədir? Üstünlükləri nədən ibarətdir? Zəhmət olmasa bu barədə ətraflı məlumat verərsiniz. Salam, hər vaxtınız xeyirli olsun. Bəli, Daxili İşlər Nazirliyi Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi olaraq ilk dəfə paytaxt ərazisində bu layihəni sınaq müddətində işə salmışıq. İki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start verib, artıq paytaxtın Binəqədi rayonu Azadlıq prospekti ilə Cəfərxandan Məsud Davudoğlu küçələrinin kəsişməsində 115 nömrəli tam orta məktəbin qarşısında piyada svetoforu, həmçinin İbrahim Paşa Dadaşov, Əlişir Navayi və ümumilikdə 8 küçə kəsişməsində biz bu ağıllı svetoforları artıq işə salmışıq. Xüsusilə onu qeyd edim ki, sınaq müddətindədir, pilot layihədir. Təbii ki, bu svetoforların hazırki ənənəvi svetoforlardan bir sıra fərqləri var. Ağıllı svetoforlar yollarda quraşdırılan sensorlar, eyni zamanda svetoforların üzərində olan kameralar, həmçinin radarlar vasitəsilə hərəkət intensivliyini ölçür. Avtomatik olaraq alınan məlumatlar məlumat bazasına daxil olur və svetofor özü digər ənənəvi svetoforlardan fərqli olaraq hansı istiqamətdə yaşıl işığın müddətinin nə qədər artıb azalacağına bağlı özü qərar verir. Yəni, belə deyək, svetofor bu sistem yollarda qəza baş verdikdə, yəni söhbət quraşdırılan kəsişmələrdə qəza baş verdikdə, texniki nasaz nəqliyyat vasitəsi yolda qaldıqda və yaxud da ki, hər hansı bir məhdudiyyət olduqda svetoforun özü digər istiqamətlərdə yaşıl işığın müddəti artıb olacaq və nəticə etibarilə də hərəkət intensivliyi artacaq, sıxlıq aradan qalxmış olacaq. Təbii ki, bu svetoforlar yol hərəkəti iştirakçılarının həm təhlükəsizliyi, həm ümumilikdə onların hərəkəti baxımından səmərəlidir və ağıllı svetoforlar qeyd etdiyim kimi yollarda ümumilikdə xarici təcrübəyə biz baxdıqda bu cür layihənin təxminən 15-30% yollarda nəqliyyat sıxlığının azaldığını görə bilirik və deməli, təbii ki, ağıllı svetoforlar, adaptiv svetoforlar digər svetoforlardan, ənənəvi svetoforlardan əsas fərqlərindən biri də ondan ibarətdir ki, ənənəvi svetoforlar sabit rejimdə işləyir, yəni onlara müəyyən bir vaxt tətbiq olunur, amma bu svetoforlar sabit rejimlə yox, özü avtomatik rejimdə qərar verir və deməli, həmin hərəkət intensivliyini də ölçərək anındaca qərar verir ki, hansı istiqamətdə yaşıl işığın müddəti artırılmalıdır, hansı istiqamətdə azaldılmalıdır. Bir növ belə desək, artıq Avropa dövlətlərində gördüyünüz o svetoforlar artıq Bakıda sınaq müddətində tətbiq edilib və təbii ki, biz də Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi olaraq da sürücülərə də müraciət edərək bildiririk ki, bu svetoforlar digər svetoforlardan fərqli olduğu üçün bir müddət hazırda sınaq müddətində işlədiyi üçün bəzi sürücülərimizin həmin kəsişmələrdə belə desək, bu layihəyə, bu ağıllı svetoforlara öyrəşməsi biraz vaxt ala bilər, amma istənilən halda uğurlu nəticə verəcəyini düşünürük və istənilən halda da yol hərəkəti iştirakçıları üçün də daha səmərəli olacaq. Bəs gələcəkdə bu layihənin genişləndirilməsi nəzərdə tutulubmu? Təbii ki, hazırda tətbiq etdiyimiz layihə pilot layihədir. İki xarici ölkə mütəxəssisləri birgə bu sınaq müddətində pilot layihəyə start veriblər və gələcəkdə digər küçə və prospektlərdə də ağıllı svetofor layihəsinin tətbiqi nəzərdə tutulur.